Zəlimxan Şərif olması istəyirəm. Duyursun, çox hörmətli Zəlimxan. Çox sağ olun, söz verdiyinizə görə. Yəqin ki, bilirsiniz, ürəyim doludur. Ürəyiniz dolu da olsa, o qədər məharətli. Dəqiqə yarımda bir saatlıq məqlələ ifadə edə bilirsiniz. Yəni, siz buna qadirsiniz. Yığcam, laktonizm istedadım varsa da, buyurun. Elə hiss edirəm ki, məndən çox burada sevinən yoxdur. Bir qartal kimi dağların döşündə seyr edirəm. Çünki mənim canımdır, əmim nəvəsidir, ən istəkli balamızdır. Gürcüstanın ucqar bir kəndində dünyaya gəlir. Buz bulaqlı dağlarda böyüyüb, boya başa çatıb və oradan bəhrələnir və bugün o sevgini bizə duydurur. Mən çox sevinirəm ki, mənim canım, köküm sizin qarşınızda böyük bir elmin sahibidir. Filologiya elmləri doktoru, professor və bu kök, bu adsan məni hədsiz dərəcədə sevgiyə çağırır. Allah Taala səni uca eləsin, mənim əzizim, mənim canım. Sən məni nə qədər sevdirirsənsə, Allah da o sevgini sənə yetirir. Böyük bir nəslin, böyük bir deyək, elm sahəsində çalışan bir nəslin nümayəndəsidir. Hətta onu da deyim, BBC, yəni əməm qızı, o da şairədir. Atası da sazlı sözlü bir insan idi, Şəmmədə Əmroğlu. Qardaşı da elmlər doktorluğuna, artıq hüquq elmləri doktorluğuna artıq yaxın bir zamanlarda o adı qazanacaq. Mən çox sevindim. Hamınıza təşəkkür edirəm ki, gəldiniz, iştirak elədiniz. Bu iştiraka görə hamınıza bir daha təşəkkür edirəm. Çox sağ olun.